Yəqin ki, hamı içkinin bədənə ziyan olduğunu bilir. Amma heç düşünmüsünüzmü ki, o bir qurtum içki bədənimizə daxil olandan sonra tam olaraq hansı səyahətə çıxır? Gəlin bugün bu elmi səyahətə birlikdə çıxaq və hər şeyi aydınlaşdıraq. Gəlin söhbətimizə bir rəqəmlə başlayaq. 72. Bu rəqəmin spirtli içki ilə nə kimi bir əlaqəsi ola bilər? Yəqin ağlınıza müxtəlif fikirlər gəlir, amma cavab sizi çox güman ki, təəccübləndirəcək. Deməli, bu 72 alimlərin xüsusi bir metodla spirtli içkiyə verdiyi rəsmi təhlükə balıdır. Özdə 100 ballıq şkala üzrə. Bu o deməkdir ki, farmakoloqlar alkoqolu yer üzündəki ən təhlükəli maddələrdən biri hesab edirlər. Bəli, düz eşitdiniz. Yaxşı, bəs bu qədər yüksək təhlükə balının səbəbkarı nədir? Gəlin bütün bu prosesin mərkəzində dayanan o kiçik, amma çox təhlükəli körpə ilə tanış olaq. Etanol molekulu. Baxın, bu etanol molekulunun həddindən artıq sadə bir quruluşu var və onun bütün gücü də elə bu sadəliyindədir. O qədər kiçik və çevikdir ki, sanki hər qapını açan universal bir açar kimidir. Bədənimizdəki hüceyrə membranlarından, yəni qoruyucu sədlərdən heç bir maneə olmadan keçib gedir. Və bu səyahət, inanın ki, göz qırpımında baş verir. İçkini ağzınıza apardığınız ilk andan etibarən o ağızdakı damarlar vasitəsilə sorulmağa başlayır. Cəmi 5-10 dəqiqəyə isə artıq təsirini hiss edirsiniz. Sonra mədədə təxminən 20%, qalan o böyük hissə, yəni 80% isə nazik bağırsaqda qana qarışır. Proses inanılmaz sürətlidir. Yaxşı, etanol artıq qan dövranındadır. İndi bu molekulyar xuliqan bütün bədəni gəzməyə başlayır. Amma onun ilk və ən vacib dayanacağı var qaraciyər. Və bax, elə əsas məsələ də burada başlayır. Bədənimizin əsas filtri, kimyəvi laboratoriyası olan qaraciyər, saatda cəmi, təxminən 10 qram etanolu zərərsizləşdirə bilir. Cəmi 10 qram! Bu nə deməkdir? Təsəvvür edin ki, qaraciyər kiçik bir zavoddur və onun emal gücü məhduddur. Siz ona normadan artıq xammal, yəni içki göndərəndə, zavod bu işin öhdəsindən gələ bilmir. Emal olunmayan o artıq alkoqol isə qaraciyərdən daşır və saatlarla bütün bədənimizdə sərbəst şəkildə dövr edərək hər yerə baş çəkir. Yaxşı, bəs sərbəst qalan bu etanol əsas orqanlarımızda, sistemlərimizdə nə kimi bir xaos yaradır? Gəlin bu zərərin yolunu addım-addım izləyək. Hər şey qandan başlayır. Alkoqol qırmızı qan hüceyrələrinin, yəni eritrositlərin bir-birinə yapışmasına səbəb olur. Bu yapışqanlıq kiçik laxtalar, yəni tromblar yaradır. Bu laxtalar da damarlarda hərəkəti çətinləşdirir, təzyiqi qaldırır və ürəyi daha çox gücə düşməyə məcbur edir. Eyni zamanda böyrəklərə də təsirsiz ötüşmür. Vazopresin adlanan bir hormonu bloklayır. Nəticədə böyrəklər suyu dayandırmadan xaric edir və bu da bədənin susuzlaşmasına gətirib çıxarır. İndi isə gəldik ən maraqlı hissəyə. Beyin. Alkoqol beynimizin idarəetmə pultunu tamamilə ələ keçirir. Təsəvvür edin ki, beyniniz bir maşındır. Onun əyləc sistemi olan qabayıtı gücləndirir. Bu, az dozalarda sizi rahatladır, dozanı artırdıqca isə yuxulu edir. Eyni anda isə qaz pedalı olan qlotamatı bloklayır. Nəticədə mühakimə, koordinasiya, yaddaş kimi funksiyalar zəifləyir. Yəni, həm əyləcə basır, həm də qazı kəsir. Bundan əlavə, alkoqol beynimizdə xoşbəxtlik hormonları sayılan dopamin və endorfinlərin ifrazını da tətikləyir. Məhz buna görə də insan müvəqqəti bir euforiya, bir həzz hissi yaşayır. Amma unutmayaq ki, bu kimyəvi manipulyasiya eyni zamanda asılılığın da əsasını qoyan mexanizmdir. Yaxşı, bütün bunlar baş verərkən, bəs o yorulmaz işçimiz, qaraciyərimiz nə edir? Unutmayaq ki, bütün bu qarışıqlığı təmizləmək məhz onun üzərinə düşür. Əsl zərbəni də elə o alır. Qaraciyərin təmizləmə prosesi isə əslində problemin nə qədər ciddi olduğunu göstərir. Baxın, qaraciyər ilk olaraq etanola təsir edir və onu asetaldehid adlı bir maddəyə çevirir. Və bu asetaldehid sözün əsl mənasında zəhərdir. O etanoldan qat-qat daha toksikdir. Sonra ikinci bir ferment bu zəhəri daha az zərərli olan sirkə turşusuna, sonda isə o da suya və karbon qazına parçalanır. Amma o aralıq mərhələ var ha, asetaldehid mərhələsi. Əsl zərəri vuran odur. Deməli, əsas məsələni anladınızmı? Sizi səhərsi gün pis vəziyyətə salan, uzun müddətdə orqanlarınıza zərər vuran təkcə alkoqolun özü deyil. Əsas zərbəni bədəninizin alkoqolu parçalamaq üçün özünün istehsal etdiyi o zəhərli asetaldehid vurur. Hər içki qaraciyər üçün bu zəhərlə bir döyüş deməkdir. Bütün bu elmi faktlardan sonra
Gəlin, çoxlarımızın eşitdiyi və bəlkə də özümüzə təsəlli verdiyimiz o məşhur, təhlükəsiz doza mifinə baxaq. Görək, bu bəhanələrin elmi əsası varmı? Yaxşı, bəlkə də ən çox yayılan fikir. Axı mən hər gün içmirəm, ancaq həftə sonları biraz stres atmaq üçün. Elm isə deyir ki, bədənin, xüsusilə də qaraciyərin və beynin bircə dəfə ağır içki qəbulundan sonra özünü tam bərpa etməsi üçün 7 gündən, yəni bir həftədən daha çox vaxta ehtiyacı var. Bu o deməkdir ki, siz həftə sonu içəndə bədəninizə zərər vurursunuz, sonraki 5 gün o yaralarını sağaltmağa çalışır, amma tam sağalmamış siz növbəti zərbəni vurursunuz. Bu, sonu gəlməyən bir zərər və natamam bərpa dövranıdır. Yaxşı, bəs daha da seyrəkləşdirsək, deyək ki, ayda bircə dəfə. Yəqin ki, bunun bir ziyanı olmaz, elə deyilmi? Gəlin buna başqa bir prizmadan baxaq. Təsəvvür edin ki, siz hər ay bilə-bilə özünüzə qida zəhərlənməsi verirsiniz və sonra bədəninizi bir neçə gün əziyyət çəkib bərpa olmağa məcbur edirsiniz. Məntiqli səslənir. Ayda bir dəfə çox içmək də mahiyyət etibarilə eyni şeydir. Siz sadəcə özünüzə aylıq bir zəhərlənmə planı qurursunuz. Bütün bu danışdıqlarımız, bütün bu elmi dəlillər bizi çox sadə, amma çox kəskin bir nəticəyə gətirib çıxarır və bu, bəlkə də bu söhbətdən çıxaracağımız ən vacib yekun fikirdir. Bu isə bizi son bir düşüncəyə gətirir. Bəlkə də sağlamlıq üçün, həyat üçün ən yaxşı dərəcə, ən optimal seçim elə sıfırdır